Bu dəfə də kənddə biraz çox qalmağımdan istifadə edən qardaşımgil qızlarını da bir günlük mənə əmanət eləyib Bakıya qaçıblar. Yuxudan oyanıb hazırlaşdıqdan sonra axşamdan tökdüklərini də özlərinə yığdırdıb düşürük səhər yeməyi yeməyə. Mən səhər yeməyini hazırlayana kimi onlara da şəbtləri sərqəyə salmağı tapşırmışdım. Sonradan videoya baxanda nələrin baş verdiyini burada görürəm. Yeməkdən sonra kənddəki Survivor, yəni işlə mənim üçün, öyrən özün üçün adlı rubrikamız başlayır. Həm mən uşaqlıqdan belə görüb belə öyrəşdiyim üçün, həm də uşaqlar bu işləri görməyə həqiqətən çox həvəsli olduqları üçün onları bütün işlərə buyururam demək olar. Mamam sevimli nəvələrinin istəyinə uyğun günorta yeməyini hazırlayana kimi mən də onlarla biraz oyun oynayıram ki, anası gil sonra videoya baxanda deməsinlər ki, bibisi uşaqlarımı ancaq işlədib. Burada artıq axşamüstüdür və inəklərimiz sıradan gəlir. Mən özüm 4-cü sinifdə inək sağmağa başladığım üçün qızları da yavaş-yavaş öyrətməyə çalışıram. Nəhayət atası gildə gəlib çıxır. Əslində Bakıya getməklərində əsas məqsəd bu velosiped idi. Mən uşaqlardan daha çox sevinirəm buna, çünki mənim heç vaxt velosipedim olmamışdı. Növbəti videolarda görüşərik. Hələlik.